Salam değerli dostlarım. Nətərsiz nə edirsiniz? Xoş gördük hər birinizi. Mən bugün Hökməlidə bacımgilin bağındayım. Bacımın bağının da ərik ağaçlarının başındakı əriklərdir. Görürsünüz nə gözəldir. Maşallah olsun. Adama xoş gəlir. Bütün bacımın bağında hər bir ağaçdan var. Bax, mənim bacımın bağındakı qoz ağacıdır. Qoz ağacının başı da doludur. Bax, gözəllik deyə gözəllik. Bu armud ağacıdır. Armud ağacının başında gör nə gözəl armudlar var. Duşes armud deyilir ona. Bağlarıdır. Dostlar, mənə takip atmağı, yorum yazmağı, bəyənməyi çox görməyin. Hər birinizdən bir bəyənmə, bir takip, bir də bir yorum istəyirəm. Bu da bulan bacımgilin qaraqat ağacıdır. Çoxludur. Qaraqatın başındakı qaraqatlara baxın, maşallah olsun. Gör nə gözəldir. Bu karalyokdur. Bu öküz ürəyidir. Bacımgilin vişnəsi də. Vişnənin başı doludur. Nə qədər vişnəsi var. Vişnənin başı doludur, qəşəng. Nəcəbsə yığmayıblar, bilmirəm. Amma çox gözəldir, çox gözəldir. Burada da öz üçün bir-iki ştil bir-iki ştil biberdir, nə bilim pomidordur, öz üçün əkib yalanla. Orada isə reyhanları var. Reyhanları var. Çox qəşəngdir, çox gözəldir. Burada da bir-iki ştil yenə biberləri var, amma biberləri keçəldir. Reyhanları var, nə gözəldir. Hamısı bağında, sonra orada özü üçün qutab pişirir bacım. Onu da birazcık elə-belə çəkim. Çox gözəl, əsl kənd həyatı gözəldir. Takip atmağı, yorum yazmağı, bəyənməyi unutmayın. Təşəkkür edirəm hər birinizə. Bax, bacım orada qutab yayır. Güzellik, güzellik, ne güzeldir. Ay maşallah, maşallah, bağının başı doludur. Güzeldir. Belə bax, hamıya qismət olsun, çox gözəldir. Hər birinizə təşəkkür edirəm. İzləyən hər bir kəsə, yorum yazan, izləyən, takip atan hər bir kəsə təşəkkür edirəm.